Gâşiyə surəsi. Rəhman və Rəhim Allahın adıyla. Gəlib çatmışmı sənə hər şeyi bürüyən qiyamətin xəbəri? Zillət çökər bəzi üzlərə o gün, ağır yüklər altında üzgün düşər pis əməlli kimsələr. Yanar bir oda vasil olarlar, qaynar bir qaynaqdan sizdirərlər onlara. Yedikləri yalnız bir tikan olar, nə kökəldər, nə aclığı götürər bu tikan. Toxluq yağar bəzi üzlərdən o gün, gördükləri işlərdən razı qalmış düz əməlli kimsələr uca bir cənnətin içindədirlər. Mənasız söz eşitməzlər bir-birindən orada. Axar bulaq, uca taxlar, düzülü qablar, yan-bayan qoyulu yastıqlar, sərili xalılar var orada. Bir baxıb görələr dəvə necə yaranmış, görələr göy necə ucaldılmış, görələr dağlar necə yerə dikilmiş, görələr yer necə döşənmiş. Andırsana bunları insanlara, İnandırmaqdır sənin borcun onları. Sən onlara hökm eləyən deyilsən. Kim ki dönərsə haqdan, danarsa haqqı, ən böyük əzaba uğradar onu Allah. Bizim dərgahımıza dönəcək onlar. Biz də axır çəkərik onlarla haqq hesabı. Fəcr surəsi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. And olsun sökülən dan yerinə, and olsun 10 gecəyə, Zul-Hiccə ayının ilk 10 gecəsinə, and olsun cüt olana, tək olana, and olsun şütüyən gecəyə, bir ağıl yiyəsinin adına yaraşan andlar deyilmi bunlar? Məgər bilməzmisən Rəbbin nələr eləmiş ad qövmünə? Uca dirəklər tək, boy buxunlu İrəm əhlinə. Onlar kimi məxluq yoxdur heç bir ölkədə. Məgər bilməzmisən Rəbbin nələr eləmiş vadidə qayalar yonan Səmud qövmünə? Öz qurbanlarını çarmıxa çəkən Firavuna azğınlıq eləyərdi ölkədə. Çoxlu fitnə fəsad törədərdi. Firavunun adamları əzab qırmancını çəkdi onlara Rəbbin. Şübhəsiz bəndələrin işlərini izləyir Rəbbin. İnsanı sınaqdan keçirmək üçün sayğı göstərərək nemət verdimi ona Rəbbi? Sayğı göstərmiş mənə Rəbbim deyər. Ancaq yenə də sınaqdan keçirmək üçün ruzisini azaltdımı Rəbbi? Xor baxmış mənə Rəbbim deyər. Elə deyil, siz yetimə hörmət qoymayırsınız, yoxsulu yedirtməyə meyil eləmirsiniz. Başqasının haqqına məhəl qoymadan mirasdan tək başına yeyirsiniz. Sərvəti çox sevirsiniz. Amma elə ki yarğan yarıldı yer, gəldi Rəbbinin əmri və sıra düzülüb gəldi mələklər və o gün ki gətirilib gəldi cəhənnəm, anışdırar hər şey insan. Bu anışdırmağının da artıq ona nə faydası? Deyər, kaş ki bugünkü həyatım üçün yaxşı işlər görəydim mən öncədən.
O gün Allahın əzabı təkin əzab. O gün Allahın əzabı təkin əzab verə bilməz kimsə kimsəyə. Bağladığı zəncirləri onun kimi heç kim bağlaya bilməz. Ey öz imanına arxayın can, dön Rəbbinin dərgahına. Sən aldığın savabdan o da səndən razı. Salih bəndələrimin sırasına gir, cənnətimə gir. Amin. Bələd surəsi. Rəhman və Rəhim olan Allahın adıyla. Bismillahirrahmanirrahim. And olsun bu şəhərə, Məkkəyə, sənə halal şəhərə, and olsun ataya, Həzrət Adəmə və ondan törəmələrə. Müsibətə, əzaba uğrayacaq olaraq xəlq elədik insanı. Eləmi düşünür kimsə güc yetirməz ona. Yığın yığın mal dövlət xərcləmişəm deyər. Eləmi düşünür kimsə görməmiş onu. Biz var eləmədikmi onun iki gözünü, bir dilini, iki dodağını. O iki zirvəyə gedən yolları ona göstərmədikmi? O çətin keçiddən keçə bilmədi insan. Nə biləsən çətin keçid nədir? Bir köləni açıb buraxmaqdır. Aclıq gələn gün doyurmaqdır. Qohum olan bir yetimi, yaxud torpağa yıxılı bir yoxsulu, sonra iman gətirərək səbr eləməyi, mərhəmət göstərməyi bir-birinə tövsiyə qılanların cərgəsində olmaqdır. Əməl dəftəri sağ yöndən verilən kimsələrdir onlar. Əməl dəftəri sol yöndən verilən kimsələrsə ayələrimizi dananlardır. Bir od qüvvəsi qurular üstlərində onların. Şəms surəsi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. And olsun günəşə, işığına, and olsun onun ardınca gələn aya, and olsun günəşi ucaldan gündüzə, and olsun onu örtüyə bürüyən gecəyə, and olsun göyə, göyü qurana, and olsun yerə, yeri yayana, and olsun insana, insanı kamil yaradana, insana pis əməllə təqvanı tanıttırana, uğura uğramış artıq nəfsini pak etmiş olan, ziyana uğramış artıq nəfsini saxlamayıb günaha batırmış olan, Səmud qövmü azğınlığı ucbatından dandı öz peyğəmbərini. İçlərindən bir zalım kəs istədi kəssin dəvəni. Allahın elçisi dedi onlara, bu Allahın dəvəsidir, onun su payını gözləyin. Dandılar peyğəmbəri, kəsdilər dəvəni. Batdıqları günaha görə gürültülü bir əzab göndərdi, yerlə yeksan elədi onların yurd yuvasını Rəbləri. Bu işin axırından vahiməyə düşmədən. Leyl surəsi. Rəhman və Rəhim Allahın adıyla. Bismillahirrahmanirrahim. And olsun örtüyüyle hər şeyi bürüyən gecəyə, and olsun görünən gündüzə, and olsun erkəyi dişini yaradana,
ayrı-ayrı şeylərə sizlər can atırsınız. O kəs ki, vermiş Allahın haqqını, qorxmuş Allahdan, təsdiq eləmiş ən gözəl sözləri, Allahdan başqa Tanrı yoxdur. Yüngülü yüngülləşdirərik onun üçün, cənnətə gedən yolunu asan edərik. O kəs ki, xəsislik eləmiş, var yığmış və danmış o ən gözəl sözləri, ağırı yüngülləşdirərik onun üçün, cəhənnəmə gedən yolunu asan edirik. Od içinə düşdümü, yığdığı mal dövlətin bu kimsəyə nə faydası? Şübhəsiz doğru yolu nişan vermək bizim öhdəmizdədir. Şübhəsiz axirətin də, dünyanın da təkcə rizik yiyəsi. Alovlanan bir odla mən sizi təhdid elədim. Bu haqdan dönən bir kimsə bu oddan uzaq olar. Allahdan qorxan kimsə. Paklıq tapmaq xatirinə öz malından verən kimsə, heç kəsdən bir təmənna gözləmədən eləyər yaxşılığı beləsi. Yalnız Rəbbinin rizasını qazana deyə yaxşılıq eləyər. Əlbət ki, razı qalacaq alacağından.